Sözə başlamazdan əvvəl məclisimizdə iştirak edən bütün dəyərli qardaşlarımı, bacılarımı, məxsusən uzaqdan məclisimizə təşrif gətirən əziz qardaşlar var. Hamısını salamlayıram. Assalamu aleykum və rəhmətullah. Və xüsusən Həzrəti Zəhranın vəsiyyəti olaraq məclisimizə iştirak edən seyyidləri salamlayırıq. Xanım Zəhranın Həzrət Əliyə o qısa vəsiyyəti ki var, neçə günlərdə eşidirik o vəsiyyəti. O vəsiyyətin bir cümləsi də budur. Xanım Zəhra Həzrət Əlidən istəyir ki, mənim balalarıma mənim salamımı çatdır. Allahın salamı olsun Həzrəti Fatimənin dəyərli balalarına. Məxsusən İmam Zəmanə inşallah. Dünən məclis qurtaranda əziz dostlardan biri yaxınlaşdı, dedi, olar ki, Xanım Zəhranın məclisində Həzrəti Fatimənin rozasını oxuyasınız, Xanım Fatimənin rozasına çox yer ayırasınız. Yaxşı təklifdir, dəyərli təklifdir, qardaş ürəyindən ad-duşu gələn bir dənə təklifdir, Allah əcr versin. Mən bu məclisə gələndə fikirləşirdim ki, axı Xanım Zəhranın məclisi əvvəldən axıra rozadır. Əvvəldən axıra rozadır. Biz İmam Hüseyin əleyhissalamdan danışırıq, digər imamlardan danışırıq. Axırda iki kəlmə roza deyirik də, düzdür? İki kəlmə zikri müsibət deyirik. Əyyam-ı Fatimiyyə məclisinin əvvəlindən axırına hamısı rozadır. Niyə rozadır? Biz kimin məclisinə yavaşmışıq? Peyğəmbərin yeganə gözünün, ağının qarası olan qızının məclisinə. Pəs ümmət Peyğəmbərin yeganə qızına belə rəhm eləmədi. Bundan böyük roza. Deyirsiniz, bəs Peyğəmbərin başqa qızları da var idi da. Onlar Peyğəmbərin qızları dördülər. Rəbibələri idilər. Rəbaibun Nəbi. Allah rəhmət eləsin, Seyyid Murtaza Amili kitab yazıb, Rəbaibun Nəbi. Peyğəmbərin rəbibələri. Rəbibə nədir Kərbəlayı? Rəbibə budur. Bir nəfər bir dənə xanımla evlənir. Xanımın əvvəlki kişilərdən olan qızları ki var, o qızlarla gəlir məsələn növbəti ərinin evinə. Buna fiqhimizdə deyirlər rəbibə. O kişiyə də ölənəcən məhrəmdirlər. Ölənəcən məhrəm. Qızıdır, amma qızlığıdır. Ona deyirlər rəbibə. Seyyid Murtaza Amili və başqa alimlər sübut edirlər ki, Peyğəmbərin Həzrəti Xədicədən və başqa xanımlardan qızı yox idi. Yeganə qızı xanım Fatimə idi. O birilər kimlər idilər? Tarixdə adı keçənlər. Onlar Peyğəmbərin rəbibələri idilər. Peyğəmbərin qızdıqları idilər. Xanımlarla bir yerdə Peyğəmbərin evinə gələnlər. Bu ümmət nə qədər süqut elədi ki, gəldi Peyğəmbərdən sonra, neçə gün sonra Kərbəlayı? Ya 75 gün, ya 95 gün. Biz hələ o 40 gün rəvayətin demirik ya, 40 gün rəvayətin adı tutulmur. Ki, ümmətin rüsvayçılığına başqa bir dənə sənəddir. Ki, 3 dənə rəvayət var da, 40 gün sonra, 75 gün sonra, 95 gün sonra. Biz 95-i də qəbul eləsək, ən axırıncını qəbul eləsək. Yəni, ümmət Peyğəmbərdən sonra Peyğəmbərin əhl-i beytini 3 ay yola verə bilmədi. 3 ay dünyanın qəm-qüssəsini gətirdilər Peyğəmbərin əhl-i beytin başına. Əgər o birisi rəvayətlər dörsə, 40 gün dörsə, 75 gün dörsə. Nə müsibətlər gətirdilər bu ailənin başına, bu xanımların, Həzrəti Zəhranın başına. Həzrəti Zəhraya aid eləyirlər bu şeiri ki, xanım buyurur, Səbbət aləyyə məsaibu ləv ənəha səbbət aləl əyyamı sirnə ləyaliyyə. Peyğəmbərdən sonra mənim başıma, bizim başımıza elə müsibətlər gətirdilər. O müsibətlər gündüzün başına gəlsəydi dönüb gecə olardı. Allah əkbər. Kimin başına? Peyğəmbərin gözünün ağı qarası olan xanımın başına. Bütün imamlara nümunə sayılan xanımın başına.
Dövrün imamından başqa yer üzündə kim varsa hamısına ilahi hüccət sayılan xanımın başına. İmam Baqir ağa buyurur ki, anamız Fatimə yerdə, göydə mələklər, quşlar, dağ, daş, peyğəmbərlərə qədər hamısına hüccətdir. İlahi hüccətdir. Biz bu xanımın barəsində nə danışaq? Hansı fəzilətindən danışaq? 18 il cəmi bu ümmətin vəfasızlığına görə bu dünyada yaşadı. Bu 18 ilin ərzində gəldi ənbiyaya, peyğəmbərlərə hüccət oldu. Allahu Ekber. İlahi peyğəmbərlərə hüccətdir xanım Fatimə. Atası xaric, dövrün imamı xaric. Qalan bütün peyğəmbərlərə ilahi hüccətdir. Bu xanımın barəsində nə danışaq biz? Ona görə adı Fatimədir. Fətəmən nasan mərifətəha. Fətəmə yəni uzaqlaşmaq. Neçə dənə təfsir deyib Əhl-i-Beyt? Bir təfsir də budur ki, insanlar onu tanımaqdan acizdirlər. Gəlsin tanısınlar, bismillah. 18 ilin elə 9 il heç təklif dövrü deyil. 9 il uşaqlıq sayılır. 9 il ilahi bəndəlik dövründə gəlir belə bir dənə məqama çatır ki, övladlarından olan imamlar deyir, bizə hüccətdir, bizə nümunədir. Biz ondan dərs alın. Harda qazandı xanım Fatimə Zəhra salamullahi aleyha bu məqamı? Ziyarətnaməsi bizə kömək eləyir harda qazanır. İmtəhənəkillah qəblə ən xələqəki. Ya Fatimə, Allah səni bu dünyada yaratmamışdan qabaq o tərəfdə imtihan elədi, ondan sonra gətirdi bura. Həzrəti Zəhra aləm zərdə imtihanların verib. Bu dünyadan əvvəlki imtihanları verib. İndi aləm zər kəlam elmində ixtilaflı mövzulardan biridir. Ən ixtilaflı mövzulardan biridir. Amma hədislərlə gedəndə, üləma hədisləri çatanda deyir, biz hədislə geçsək sözümüz yoxdur. Aydındır ki, var. Əvvəlki aləmlər var. Həzrəti Zəhra orada verib imtihanın. İmam Sadiq ağa buyurur, Həzrəti Adəmin dünyaya gəlməyindən 1000 il əvvəl Allahın ərşinin yanında o 5 nəfər dolanırdılar. Dərbənd cəmaatı demişkən əylənirdilər. Allahın ərşinə nə indirdilər? Təsbih deyirdilər. Həzrəti Adəm və Həzrəti Adəmin balalarından xəbər yox idi. 1000 il əvvəl. Onun yeri oraydı. Xanım Fatimə Zəhranın yeri oraydı. Atasının yeri oraydı. Ərinin yeri Allahın ərşinin yanıydı. İmam Həsənin, İmam Hüseynin yeri, məqamı ilahi ərşin yanıydı. Allah bizə, biz yazıq ümmətə lütf elədi, onları oradan saldı aşağı, göndərdi bu dünyaya, get insanların əlindən tut. Allah ərşinin təsbih deyənləri düşüblər bu dünyaya, tutsunlar insanların əlindən, qaldırsınlar onları ilahi ərşə, deyir, mənə lazımdır. Nə qədər lazımdır? Qapı yandıracaq qədər mənə lazım deyilsən. Allah Ekber. Neyniyəsən? Bu ümmətlə neyniyəsən? İmam Baqir ağa buyurur ki, ona görə Zəhra deyirlər ki, Ennəllâhə xələqəhə min əzəməti nuriha. Allah Həzrəti Fatiməni öz əzəmətinin nurundan yaradı. İndi gəl bu xanımın barəsində danışdı. Sabahacan danışaq, görə bir yerə çıxarda bilirik. Fəzilətlərin bəşər dərk eləyə bilir, aydınlaşdıra bilir. Qur'anın ayələri, Həl-Əta surəsinin əvvəli, axırı, xanım Zəhranın barəsində. Həl-Əta surəsini oxuyublar da möminlər. İnsan surəsi də deyirlər ona. Dəhr surəsi də deyirlər. O ki, xanım Zəhra, İmam Əli, İmam Həsən, İmam Hüseyin öz yeməklərin 3 gün verir, həmin surə. Allah bilir xanım Zəhra'yı nə hörmət eləyir o surədə. Gəlir behiştin bütün nemətlərinin adını çəkir. Bütün nemətlərinin. Meyvəsindən danışır, suyundan danışır, xadimindən danışır, çayından danışır, balından danışır.
başqa surələrdə çəkdiyi Hurin adını çəkmir. Üləma gəlir deyir ki, axı necə olur? Vaqiədə cənnətdən danışır Huri. Nəbə surəsində cənnətdən danışır Huri. Başqa surələr Huri. Behiştin nemətlərindəndir də. Düz. İnsan surəsində hamısının adını çəkir Huridən danışmır. Niyə? Neçə dənə ehtimal veriblər? Ən dəqiq ehtimallardan, ağla batan ehtimallardan da biri budur. Deyir, çünki Həl-Əta surəsi neçə nəfərin barəsindədir? Bir xanım Fatimədir. Allah xanım Fatimənin ehtiramına Hurin adını çəkmir. Niyə? Çünki özü o Huridir. Peyğəmbər buyurur, qızım Fatimə Huridir, amma Huriyyətin insiyyə, insanlardan olan Huridir. İnsanlardan olan mələkdir. Ümmət belə bir dənə xanıma zülm eləyib. Bundan ağır müsibət, bundan ağır roza. Bir dənə qeyri-müsəlman gəlsə bizim məclisimizə ki, abalam, siz Peyğəmbərin neçə yaşında qızına məclis tutursunuz? Bu xanım Fatimə Zəhra salamullah əleyhə Peyğəmbərdən sonra neçə il yaşadı? Bizim deməyə sözümüz var, danışmağa dilimiz var. İl nədir? Gün söhbəti gedirik, gün neçə gün deyək. Ümmət qoymadı xanım Zəhra neçə gün Peyğəmbərdən sonra bu dünyada qalsın. O qədər fəzilətini bilirdilər, Peyğəmbərdən eşitmişlər, bayaqdan danışırıq da. Hamısını bilirdilər, hamısını da yaxşı bilirdilər. Amma sərf eləmirdi. Dünən əziz qardaşım danışırdı. Yaxı bunlar bilirdilər. Problem ondadır ki, bilirdilər, amma sərf eləmirdi. Bu fəzilətlər onlar üçün məqbul deyildi, keçərli deyildi. Belə bir dənə fəzilətli xanım, yergöy onun fəzilətindən danışır, Quran onun fəzilətindən danışır, Şiə kitabları, Əhl-i-Sünnə kitabları doludur onun fəzilətləri ilə, həyası ilə, ibadəti ilə, iffəti ilə, falanı ilə, çadırı ilə, ki evdən çıxanda 7 dənə çadırı üst-üstə atırdı ki, kölgəsi belə görünməsin. Kör kişi gəlirdi Peyğəmbərlə qapıya, Peyğəmbər deyirdi, qızım, kör kişi ilə gəlmişəm, qaçırdı, çadırasını bağlayırdı. Peyğəmbər soruşurdu ki, bu ki kördür, deyirdi, mən ki kör deyirəm, mən onu niyə görüm? Allahu Ekber. Harda var belə? Bu iffəti dünya harda görüb, harda eşidib? Biz onu ağlayırıq, kim bizim əlimizdən keçib? Kim bizim əlimizdən çıxıb? Buna ağlayırıq. Belə bir dənə iffətli xanım ki, kölgəsini də gizlədir naməhrəmlərdən, kör kişidən də gizlənir, heç kim onu görmür. Peyğəmbərdən sonra gördü ki, aha, daha gizlənmək vaxtı deyil. Dövr dəyişdi, zaman dəyişdi, şərait dəyişdi. Artıq ibadət mehrabında göyə nur saçan Fatimə gərək meydanda Əli ibn Əbi Talibin yavəri olsun. Allahu Ekber. 3 ay Peyğəmbərdən sonra yaşadı. 3 ayı cihaddır, müqavimətdir, Allahın düşmənləri ilə vuruşmaqdır. Başqa işi yoxdur xanım Fatiməni. O 18 il ömrünə baxaq, ibadəti, iffəti, ailə tərbiyəsi, otursunlar, alimlər yazırlar, araşdırırlar, qurtarmır. Xanım Zəhranın dünyaya verdiyi evdarlıq dərsi, xanımlıq dərsi. Ki, xanımlar bunlardan dərs almalıdırlar. Dəyərli bacılar, analar. Əyyam-ı Fatimiyə bunun üçündür. Həzrət Əli soruşanda ki, ya Fatimə, sən məndən niyə nəsə istəmirsən? Deyir, Əlican, səndən bir şey istəyərəm, birdən ala bilməzsən. Utanıram ki, Allahın höccətini utandırım. Utanıram ki, ərimi utandırım. Ondan nəsə istəyim, ala bilməsin. Mən utanım. Mərifətə bax. Bu xanımın Peyğəmbərin vəfatına qədər olan ömrünün dərsləridir. Amma Peyğəmbərdən sonra Həzrət Zəhra gördü ki, əgər Zəhra meydana girməsə, ümmətdən daha nicat tapan olmayacaq. Ümmət hamılıqla cəhənnəmə gedəcək. Əli məzlum qalıb, meydanda məzlum qalıb. O məclisdə oxuduq hədisləri, Bəni Haşimin şirləri ölüb. Bir İmam Baqirə dedi ki, ağa,
Əli əleyhissalamın qəbiləsi var idi. Bəni Haşim adında qəbilənin böyüyü idi Həzrəti Əli əleyhissalam. Harda idi bu qəbilənin üzvləri? İndi də İraqa gedəndə möminlər görürlər də ərəblər qəbilə formasında yaşayırlar. Filan qəbilə, filan qəbilə. O ki çadırlar qururlar, mövkəblər qururlar, hamısı qəbilələrləndir. Qəbilələr atışırlar, bir dənə çadır qoyurlar. Böyüyü də nə dedi? Vəssalam. Öldü, qaldı. Sonra dövlətin qanunlarıdır, konstitusiyası. Onlar sonraki mərhələdir. İndi də o cür yaşayırlar. İmam Baqir ağa dedilər ki, ağa Bəni Haşim harda idi? Niyə Həzrət Əlinin haqqını müdafiə eləmirdilər? İmam Baqir dedi ki, sən də söz danışdın da məsələn. Bəni Haşimdən axı kim qalmışdı? Bəni Haşimin şirrləri Həzrəti Həmzə salamullah aleyh və Həzrəti Cəfər Təyyar Həzrət Əlinin qardaşı şəhid olmuşdular. Qalmışdı Bəni Haşimin qorxaqları. Məkkənin fəthində müsəlman olanlar Əqil kimi, Peyğəmbərin əmsi Abbas kimi qorxaq üzvləri qalmışdı. Kim qalmışdı axı Bəni Haşimdən? Orada deyir İmam Baqir and içir. Deyir əgər əmim Həmzə və Cəfər Təyyar sağ olsaydılar, o iki nəfəri cəhənnəmə göndərərdilər. Qoymazlar o işləri görsünlər. Meydan boş qalmışdı. Şirrlər yox idi meydanda, istədiklərini eləyirdilər. Həzrəti Fatimə gördü ki, yox. Day Fatimə də çəksə özün qırağa, Əli təm təkdir. Əlinin yanında kim qalıb? 3 nəfər ya 4 nəfər adam qalıb Əlinin yanında. Allahu Ekber. Adam bilmir xanım Fatimənin müsibətini ağlasın. Xanım Fatimədən danışırsan, Mövla Əlinin məzlumiyyəti bu müsibətlə yan-yana gedir. Onun məzlumiyyətini ağlayasan. Kim qalıb Əlinin yanında? Əlinin yanında sayın 5 nəfər yoxdur. Əlinin yanında qalıb Əbu Zər, Miqdad, Salman, Əmmar da özünü çatdırdı. Əmmar da yubanda amma çatdırdı özünü. İmam Baqir buyurur ki, Allah Əmmara rəhmət eləsin. Çatdırdı özünü amma yubandı. Ona görə o 3 nəfər Əmmardan üstündür. Əmmar şəhid oldu. Salman şəhid olmaz. Salman Əmmardan üstündür. Hərdən biz deyirik, ya Allah bizi şəhid elə, Allah bizi şəhid elə. Mərifətli imam tanımaq şəhadətdən üstündür. Hardan deyirik, bunu İmam Baqir ağa öyrədir bizə. Salman vaxtında oldu Əlinin yanında. Dünyadan da şəhadətlə getmədi. Şəhid getmədi. Xüsusi mənada da müharibədə şəhid olmadı. Əmmar şəhid oldu Siffeyində. Salman Əmmardan üstündür. Niyə? Çünki mərifəti çox idi. Vaxtında imamının yanındaydı. Gördünüz, saydıq 5 nəfərə çatdıra bilmədi ya. Salman idi, Miqdad idi, Əbu Zər idi, Əmmar idi. Dinən ki, məsələn, neçə gündə Zübeyir idi yanında. Sonra. Yoxdur. Ona görə Əhl-i Beyt buyurur ki, Peyğəmbərdən sonra irtəddən nasu cəmi'a, insanlar hamılıqla dindən çıxdılar. Allahın dinindən. Dəstə. Hara çıxdılar? Namazı qoydular, yox. Orucu qoydular qırağa, yox. Həccin qapısı bağlandı, yox. Bunlar hamısı var idi. Amma dinin ruhu yox idi əllərində. Nə idi o? İmamət yox idi. Həzrəti Zəhra gördü ki, bu ümmət üst tutub bütünlüklə gedir cəhənnəmə. Bir nəfər lazımdır. Girsin bu ümmətin arasına, canın da verməli olsa versin, bu ümməti aparsın behiştə. Nə qədər adam düşəcək, qoy düşsün. Əhl-i Beytin dalayacaq. Hamılıqla cəhənnəmə getməsinlər. Həzrəti Zəhranın Peyğəmbərdən sonra gördüyü o işlər 2 dənə məqsəd güdürdü. 2 dənə məqsəd dalayacaq. Bir, ilahi höccətin müdafiəsi. Kör kişidən gizlənən xanım Fatimə durur məsciddə qəsbkar xəlifələrin huzurunda fədəkiyyə xutbəsi oxuyur. Allahu Ekber. Biz qumda olanda görmüşdük, qucaq kitablar yazıblar fədəkiyyə xutbəsinin barəsində. Neçə dəqiqəlik xutbədir ya. Amma dünya qədər izahı var. O ilə işi qutarmır. O Fatimə ki, qapısına gələndə kimsə gizlənirdi, indi düşmüşdü, o döyürdü mühacirin, ənsarın qapısını. Nə olar? Gəlin Əli ilə bəyət edin. Gəlin Əliyə kömək edin. Gəlin haqqını almağa əlindən tutun. Gələrik. Xəbər yoxdur.
Süleym ibn Qeysin kitabı var. Neçə dildə tərcümə də olunub. Fars dilindədir, ərəb dilindədir, Azərbaycan dilində tərcümə olunub. Bildiyim qədər rus dilində də tərcümə olunub. Peyğəmbər ailəsinin sirləri adı ilə kitabın adı belə mənadır. Süleym ibn Qeys nəql eləyir ki, Həzrəti Əli əleyhissalam 40 nəfərdən əhd aldı ki, başınızı qırxacaqsınız, əlünüzə götürəcəksiniz, qılıncı gələcəksiniz, mən sizlə cihad eləyəcəm. İndi də sual verirlər də Həzrəti Əli əleyhissalam niyə oturdu? Həzrət oturmadı. Nə gəlirdi əlindən elədi, ondan sonra gördü ki, alınmır. 40 nəfərdən əhd almışdı ki, gəlin sabahlarım sübh namazından sonra başınız qırxılı, əlinizdə qılınc, silah, gedirəm mən Allah yolunda cihad eləməyə. Alacam haqqımı bu zalimlardan. Bir gün, 2 gün, 3 gün Həzrət baxdı ki, 6-7 nəfərdən başqa heç kim yoxdur. Dedi, gedin, bu cəmaatla haqq almaq olmaz. Bu cəmaatla cihad eləmək olmaz. Oturdu, Əli əleyhissalam oturmadı. Həzrəti Əli əleyhissalam bilirsiniz nə vaxt yoruldu? Axırıncı köməyi əlindən çıxandan sonra. Nə qədər Həzrəti Zəhra həyatda idi, Həzrət Əlidən məcburi beyət ala bilmirdilər. Çünki Fatimə dağ kimi dayanmışdı Əlinin arxasında. Həzrət Əlinin tarixdə məcburi beyəti var. Bütün imamların xəlifələrlə məcburi beyəti var. Hamısını. Həzrət Əlinin, İmam Həsənin Muaviyyə ilə, İmam Hüseynin Muaviyyə ilə, İmam Səccadın, digər imamların. Oğlu İmam zamandan başqa. Oğlu İmam zamandan başqa. Həzrət Əli nə vaxt beyət elədi? Onda ki, xanım Zəhra şəhid olmuşdu. Nə qədər Fatimə sağ idi, Həzrət Əli əleyhissalam bir dünya qoşun görürdü yanında. Xanım Fatiməni. Fatiməsi var Əlinin. Kimdir bu zalimlar? Aha, elə ki Fatimə də getdi. Əlinin məzlumiyyəti ondan başladı. Əlinin məzlumiyyəti ondan başladı. Bu xanım Zəhranın bir dənə gördüyü iş idi ki, dövrün imamını müdafiə elədi. Nə qədər canı bahasına. Dedi, bu candır. Əvvəl axır gedəcək. 70 il sonra da yaşasam gedəcək. 100 ildə sonra qoy indi getsin. Bu can qalmamalıdır. Allahın höccəti təkdir. Allahın höccətinin qapısını bağlayıblar. Zalimlar xəlifəli iddiası eləyirlər. Olmaz. Bir, ilahi höccətin müdafiəsi. 2, zamanənin münafiqləri ilə mübarizə. Həzrəti Zəhranın əsas missiyası idi. Münafiqlərin o üzünə keçirtdiyi din maskasının üzlərindən açmaq. Həzrət Zəhra bu işi gördü. Və bacardı. Yetərlicən bacardı. Bizim dinimizdə bir mömin var, bir kafir var, düz. Bir dənə də var münafiq. Mömin məlumdur. Kafir də məlumdur da. Amma bu münafiq məlum deyil. Münafiq tanına bilmir. Peyğəmbərin ətrafında gəzirdilər. Səhər axşam gəzirdilər. Dolanırdılar. Hamıdan da mömin görsənirdilər ha. Mömindən də mömin görsənirdilər. Saqqaldı bunlarda. Səcdənin izidir bunlarda. Bellərin bükülməyidir bunlarda. Oruç tutmaqdan qarınlarının arıqlamağı bunlar. Hər şey bunlar. Eyni xəvaric kimi də. Xəvaricə baxın. Yazırlar tarixdə xiftən namazının, dəst namazı ilə sübh namazını qılırdılar. Allah əkbər. Yəni bu gecəni yatmayıb. Yatmayıb, kinoya baxmayıb, səhərəcən Quran oxuyub. Bu. Səhərəcən səcdə eləyib. Amma münafiqdir. Həzrəti Zəhra salamullah əleyhə baxdı ki, Peyğəmbərdən sonra Peyğəmbərin xəlifəsini oturtdular evdə. Peyğəmbərin xəlifəsini oturdular evində. Rəsulullahın canişinliyini iddia eləyirlər. Deyirlər, bizik Peyğəmbərin xəlifəsi. Sizsiz Zəhra qoymaz. Zəhra qoymaz tarixi aldadasınız. 3 nəfəri, 5 nəfəri aldadarsınız. Amma haqqı tapmaq istəyənlər üçün xanım Fatimə bəs eləyəcək. Necə bəs eləyəcək? Həzrəti Zəhranın ümmətin arasında abrı var idi. Peyğəmbər xanım Zəhranı tanıtdırmışdı ümmətə. Fatimə to bizətü minni. Fatimə mənim qəlbimin bir parçasıdır. Mən əhəbbəhə fəqəd əhəbbəni. Kim onu istəyir, mən istəyir. Kim onu narahat edir? Və mən əbğəzəhə fəqəd əbğəzəni. Onu narahat eləyən məni narahat eləyir.
Peyğəmbər bunları danışmışdı ümmətdə. Ona görə xanım Zəhra ümmətin arasında o fəzilətlərlə tanınırdı. Barəsində nazil olan ayələr, Təthir ayəsi filan ayələr. Həzrəti Zəhra abrın qoydu ortaya. Dedi bu abrın artıq xərclənmək vaxtıdır. Qurandakı ayə var. Əllezîne yunfiqûne mimma razaqnahum. Allahın onlara verdiyindən xərcləyərlər. Biz hərdən elə bilirik ki, xərclənməli şey puldur. Puldur. O qədər xərclənməli şey var Allahın yolunda. Bəzən gücdür. Bəzən elmdir. Bəzən də abırdır. Məsələn, hörmətdir. Bu xərclənməli şeylərdir. Allah yolunda geri xərclənsinlər. Qoruyub saxlama. Yox, mən bunu xərcləyə bilmirəm. Yox, xərcləməlisən. İstifadə eləməlisən. Qala bilməz. Çünki nemətdir. Gəl istifadə olunsun. Biri gəlir qapıma filan kəs. Mənə təcili xəstəm var. 5 manat pul lazımdır. Əlimi atıram cibimə görüm yoxdur. Təklif götürüldü, məndən götürülmədi. Allah hörmət verib, 3 nəfər mömini tanıyırsan, gərək döyəsən qapısını filan kəs. Filan kəsə borc ver, verməsə mənlidir. Tanıyırsansa təbii ki, şərait yerindəsə, hamı üçün bunu eləmək çətindir. Niyə? Çünki mənim pulum yoxdur, amma 2 nəfərin yanında sözüm keçir, gərək ağız açım. Hörmətimi saxlamayım, qoruyub saxlamayım bir yerdə. O da xərclənməlidir. Niyə? Çünki Allah verib onu. Həzrəti Zəhra baxdı ki, Allah ona verdiyi hörməti heç bir xanıma verməyir. Gərək o da xərclənsin. Harda xərclənsin? Vilayət yolunda. Harda xərclənməlidir? Ümmətin münafiqlərini rüsva eləmək yolda. Hara çatırdı xanım Zəhra bunu deyirdi. Deyirdi, Peyğəmbərdən eşitmişsiniz ki, Allah mənim razılığımla razıdır, qəzəbimlə qəzəblənir. Bunu eşitmişsiniz? Bəli, eşitmişik. Şahid olun ki, mən bunlardan narazıyam. Bəs bunlar Allahın xəlifəsi ola bilməzlər. Bunlar Rəsulullahın xəlifəsi ola bilməzlər. Ki Fatimə bunlardan narazıdır. Fatimə Rəsulullahın xəlifəsindən düşmən ola bilməz. Fatimə Allahın razılıq mehvəridir yer üzündə. Kim Allahın xəlifətisə Fatimə onun nökəridir. Fatimə onun xadimidir. O ki gəldilər xanım Zəhranın evinə icazə istədilər. Həzrət icazə vermədi. Əli əleyhissalamın ətəyindən yapışdılar ki, Əli sən dilən Fatiməyə. Xanım Həzrət gəldi xanımın yanına dedi, xanım məni şəfaətçi qərar veriblər. İcazə verirsən? Həzrət Zəhra dedi, icazə verirsən nədir Əli? Əl-beytü beytuk, bənə mətuk. Ev sənin evindir, Fatimə də sənin kənizindir. Kimi istəyirsən bırax evvə? Fatimə sənin nökərindir. Aha, Fatimə kimin kənizidirsə, kimin nökərsisə xəlifətullah odur. Allahın xəlifəsi odur. Bu xanım Zəhranın elədiyi xidmətləri idi. Canını verdi harda? İlahi höccətin müdafiəsində və Peyğəmbərdən sonra Peyğəmbərin xəlifəsi olaraq görsənmək istəyən insanların rüsvayçılığında. Münafiqləri tanımaq çox çətindir, həddən artıq çətindir. Gərək xüsusi meyarlar olsun ki, o əsasla tanıyasan. Quran Münafiqun surəsində buyurur ki, Peyğəmbərə buyurur və izə rəaytəhum tu'cibuka əcsamuhum. Sən onları görəndə belə təəccüblənirsən. Bəh, nə yaxşı mömindir bu. Kəənnəhum xuşubun musənnadə. Bədənləri oruç tutmaqdan, ibadət eləməkdən ərimiş adamlardılar. Bunlarda mömin qiyafəsi var. Hərdən kinolarda çəkirlər, məsələn, Əhl-Beyt əleyhissalamın düşmənlərinə vahiməli zat formada. Tarix o cür göstərmir. Tarixdə bunların məsələn düz əməlli bir zahirləri də olub. Saqqalları, səcdə yerləri, zahiri mömin qiyafələri. Zahirlə getmək istəyən aldanmalı idi. Xanım Fatimə bu yolda canım verdi, qiyamətə qədər haqqı tapmaq istəyən insanlar üçün oldu bir dənə çıraq. Adı necə Zəhradır, doğrudan nur saçdı. Tək öz dövrünə yox, qiyamətə qədər nur saçdı, qoymadı ki, ümmət zəlalətə düşsün. Bugün də kim Peyğəmbərin xəlifəsini tapmaq istəyir, xanım Zəhranın həyatı onun üçün bəs eləyir. Xanım Fatimə Zəhra vəsiyyəti ilə də bu işə xidmət, hətta vəsiyyəti ilə.
Nə vəsiyyət elədi? Neçə cümləli idi, amma rüsva eləyib, münafiqlər rüsva eləyib. Ya Ali, qəssilni billeyl. Başlayaq rozuya. Ya Ali, qəssilni billeyl. Əlican, mənə gecə qüsül ver. O kəffinni billeyl, gecə kəfən elə. O dəffinni billeyl, gecə dəfn elə məni. Və onlardan da heç kimə icazə vermə mənim dəfnimə gəlsinlər, mənim cənazəmdə iştirak eləsinlər. Niyə? Çünki Fatimə hələ də xidmət fikrindədir. Fatimə istəyir hələ də bu yola işıq saçsın. Ümmətlər gəlsinlər, fikirləşsinlər. Axı Peyğəmbərin bu əziz qızı niyə qoymur onun cənazəsində iştirak eləsinlər? Niyə qoymur onun qəbrinə iştirak eləsinlər, dəfnində iştirak eləsinlər? Ümumiyyətlə qəbrinin yerini bilsinlər. Niyə qoymur? Deməli səbəblər var. O səbəblərin dalınca düşənlər haqqı tapırlar, görürlər ki, aha, mövzu neymiş, tema neymiş. Qardaşlarımı sakitçilə riayət eləsinlər, mən qurtarıram. Söhbətim qurtarır, 2 kəlmə rozam qalıb inşallah. Həzrəti Zəhra salamullahi aleyha vəsiyyəti ilə də belə, öz vəsiyyəti ilə də belə görürsən ki, xidmətini elədi. Məni gecə qüsl elə, məni gecə kəfən elə, məni gecə dəfn elə. Onlardan da heç kimə icazə vermə. İcazə vermirəm mənim qəbrimdə, dəfnimdə, kəfənimdə iştirak eləsinlər. Yenə də Məzlum Əli qalıb 3 nəfər balası ilə o dəyərli vəfadar xanımına qüsül verə-verə. Qüsül qurtarandan sonra, kəfən qurtarandan sonra Peyğəmbərin əziz səhabələri Salmanla, Miqdadla, Əbuzərlə xanım Fatimə Zəhranı təşrih elədi. Xanım Zəhra neçə müddət gizlətdi, amma bu da bizdən möminlərə yadigar olsun da xanım Zəhranın qəbri barəsində ki, xanım Zəhranın qəbri hardadır? Neçə dənə ehtimal verirlər? Ən dəqiq ehtimal İmam Rıza ağanın hədisidir. Qalanlar ehtimallardılar. İmam Rıza əleyhissalam buyurur ki, atam Əmirəl-Möminin xanım Zəhraya qüsl verəndən sonra, kəfən eləyəndən sonra, namazın qılandan sonra Peyğəmbərin məscidində minbərlə mehrabın arasında bastırdı. Peyğəmbər məscidində. Bəni Üməyyə məscidi böyüdəndə xanım Zəhranın qəbri düşdü məscidin içinə. İndi də əgər yolumuz düşsə Mədinəyə, Bəqi öz yerində, Bəqidə bizim imamlarımızdır. Xanım Zəhranı Bəqidə axtarmayaq. Xanım Zəhranın qəbri Peyğəmbərin məscididir. Amma Həzrəti Zəhra gizlətdi öz qəbri. Qoymadı münafiqlər gəlsin. Münafiqləri hətta öz dəfnindən belə, öz cənazə namazından belə məhrum elədi. Niyə? Onlar xanım Zəhranın başına qalmazı müsibətləri gətirmişdilər. Əssalamu aleyk ya Fatimə də Zəhra. İmam Sadiq ağa buyurur ki, bu dünyaya gəlib gedənlər arasında bəkkain aləm var. Ən çox ağlayanlar. Ən çox ağlayanlar. 4-5 nəfərdilər. Başlayaq. Biri Həzrəti Adəmdir. Həzrəti Adəm bu dünyada çox ağlayan insanlardan biri. Nədən ağlayırdı? Allahın firaqından. O ki, o cənnətdən, dünya cənnətindən. Allahın o rəhmət mərkəzindən müvəqqəti olaraq düşdü bu dünyaya. Ondan sonra ölənəcən ağladı. O qədər ağladı ki, adı qaldı bəkkain. Çox ağlayan. Onlardan biri də Həzrəti Yəqubdur. Oğlu Yusufun, Həzrəti Yusuf əleyhissalamın firaqında, ayrılığında gecə gündüz ağlayırdı. Quran deyir, o qədər ağlayırdı ki, gözünə ağ pərdə gəldi. O mirvari su deyərik biz. Gözləri tutuldu. Onlardan üçüncüsü Həzrəti Yusufdur. Atası Həzrəti Yaqubun ayrılığına ağlayırdı. Dözə bilmirdi. Gecə gündüz ağlayırdı. Onlardan dördüncüsü Peyğəmbərin əziz qızı Həzrəti Fatimə-i Zəhradır. Peyğəmbərdən sonra Peyğəmbərin bu əziz qızı ümmətin arasında 75 gün ya 95 gün qaldı.
Amma işi gece gündüz ağlamak idi. Kardeşimiz şehirde okudu. Medine'nin hanımları geldiler, şikayet elediler. Dediler ya Ali, Fatime'ye dinen ya gece ağlasın ya gündüz ağlasın. Hazreti Zahra peygamberden sonra bu neçə günü hey ağlamaqla geçirdi. Adı düştü o en çok ağlayanların arasına. O bekkaini alemin arasına. Bu dördüncüsüdür hanım Fatıma-i Zahra. Beşincini de diyeyim, rozelerimizin şahı, rozelerimizin gözü. La yevme ke yevmike ya Ebu Abdullah. Beşinci kimdi? Beşinci İmam-ı Seccad ağadı. Kerbeladan sonra dünyadan gedene can ağlayırdı. Yazırlar tarixdə Həzrət bir gün qəssabın dükanının yanından keçirdi. Gözü sataşdı bir dənə heyvana, bir dənə quzuya. Həzrət ağlamağa başladı. Dediler ey peygamberin balası burada ağlamalı ne var? Dedi görmürsüz bu qəssab bu heyvanı kəsmək istəyir, əvvəl ona su verir. Amma mənim atamı küfəlilər susuz öldürdülər. Qətəluhu ətşana. Atam Hüseyin İbni Ali'ni Küfeliler susuz öldürdüler. Kataluhu caiyen urana. Atam Hüseyin İbni Ali'ni ac öldürdüler. Yorgun öldürdüler. Kefensiz öldürdüler. Bir nefer geldi İmam Seccad ağaya dedi ağa Kerbelanın üstünden neçə il keçib sen hələ də su içəndə ağlayırsan, yemək yeyəndə ağlayırsan. Sizin bu dərdiniz nə vaxt dərman olar? İmam Seccad ağa buyurdu ki filan kəs Həzzəti Yaqubun ona yaxın övladı var idi. Allah Həzzəti Yusufu almışdı ondan gece gündüz ağlayırdı. Mənim gözümün qabağında Kərbəlada eyni gündə ailemden 17 nefer kardeşlerim, əmilərim, atam, Bəni Haşimin o cavanları hamısı eyni gündə, eyni saatda şəhid oldular. Sən mənə necə deyirsən ağlamayım? Əla lənətullah aləl qavmiz zalimin. Seyələmullezine zələmu أيام منقلب ينقلب